Tövbə necə edilir? Tövbə namazı qılmalıyam, yoxsa sözlə üzr istəməliyəm və tövbə qaydaları varmı? Tövbənin şərtləri var. Çətin deyil. Şərtləri insan yerinə yetirsə, tövbə sayılır. Tövbə odur ki, insanın günahdan tamamilə uzaq olması və etdiyinə görə peşman olması və gələcəkdə ona qayıtmayacağına niyyət etməsi, əzm etməsi. Bununla artıq tövbə keçərli sayılır. Amma namaz da qılsa daha yaxşı. Yəni namaz qılaraq tövbə edərsə daha əfsəl. Namaz qılması isə şərt deyil. Əsas şərtlər bunlardır. Günahı tərk etməsi, günahı etdiyinə görə peşman olması və gələcəkdə ona qayıtmayacağına söz verməsi, qəti qərar verməsi, niyyət etməsi. Və bir də ki, ən əsas şərtlərdən biri, hər bir əməldə şərtdir, onu Allah rizası üçün etməsi. Yəni günahı tərk edərkən Allah Teala haram etdiyinə görə tərk etməsi, yəni ziyan olduğuna görə yox və yaxud da insanlar qınadığına görə yox. Əgər məsələn desək ki, o ziyandır, zərərlidir və ona görə tərk etsə, ona günah olmur, amma savab da olmur. Və həmçinin insanlar qınadığına görə tərk edir. Bu da həmçinin tövbə sayılır. Tövbə sayılması üçün Allah üçün olmalıdır, ixlasla olmalıdır. Yəni Allah Teala haram etdiyinə görə onu tərk etməlidir ki, ona tövbə olaraq yazılsın.